Ukrayna kamikaze dronları Krımda yerləşən aerodromda Rusiya məxsus An-72B dəniz patrul təyyarəsini məhv edib. Bununla bağlı görüntülər yayılıb. İsrail ordusu son sutka ərzində hərbi hava qüvvələri İranın mərkəzi və qərb bölgələrində 20-yə yaxın hava hücumu həyata keçirib. Bu əməliyyatlar çərçivəsində 140-dan çox döyüş sursatından istifadə edilməklə ballistik raketlərin saxlandığı və buraxıldığı 50-dən çox obyekt vurulub. İranın hərbi dəniz qüvvələrinin hava hücumundan müdafiə sistemləri Hörmüz boğazı üzərində düşmənə məxsus müasir qırıcı təyyarəni tamamilə məhv edib. Bu barədə Sepah məlumat yayıb. Nisag-1 tipli daşınan zenit raket kompleksi vasitəsilə İsrailin AH-64D döyüş helikopterini vurub. İran Dubayda Amerikanın Oracle şirkətinə məxsus data mərkəzini vurub. Bu barədə Sepah məlumat yayıb. Hücumun təfərrüatı barədə məlumat verilməyib. Qeyd edək ki, bundan öncə Sepah Bəhreyndə Amazon məlumat mərkəzini vurmuşdu. Livanda İtaliya hərbiçilərinin yerləşdiyi bazaya raket zərbəsi endirilib. Hücumun kim tərəfindən edildiyi məlum deyil. Qeyd olunub ki, BMT-nin Livandakı müvəqqəti qüvvələrinin tərkibində olan İtaliya kontingentindən heç kim xəsarət almayıb. Yalnız tikililərə cüzi ziyan dəyib. Hazırda Livanda 1000-dən çox İtalyan hərbiçi fəaliyyət göstərir. İran Xarici İşlər Nazirinin müavini Kazem Qaribabadi Tehranın bu strateji su yolundan keçən gəmilər üçün rəsmi tranzit haqlarının yığılmasına başlandığını təsdiqləyib. Qeyd olunub ki, yeni mexanizm çərçivəsində boğazdan keçidə nəzarət gücləndiriləcək və müvafiq ödəniş sistemi tətbiq olunacaq. Məlumata görə bu addım İranın regionda nəqliyyat və təhlükəsizlik üzərində nəzarət imkanlarını artırmağa yönəlib. Qeyd olunur ki, qərarın tam şəkildə tətbiqi Hörmüz boğazından keçən beynəlxalq gəmiçiliyə və qlobal enerji bazarlarına ciddi təsir göstərə bilər. Nə qədər ki, gec deyil, İran hökuməti razılığa gəlməlidir. Bunu Amerika prezidenti Donald Trump deyib. Amerika prezidentinin sözlərinə görə, Amerika ordusu hələ İranda qalanları məhv etməyə başlamayıb. Növbəti körpülər, sonra isə elektrik stansiyaları olacaq. Hakimiyyətdəki yeni rejim nə edilməli olduğunu bilir və bunu tez bir zamanda etmək lazımdır. İsrailin İrana qarşı keçirdiyi əməliyyat nəticəsində yüksək vəzifəli şəxs zərərsizləşdirilib. İsrail ordusu İranın neft qərargahı ilə əlaqələndirilən Cəmşid Esaginin paytaxt Tehranda keçirilən əməliyyat zamanı öldürüldüyünü açıqlayıb. İsrail tərəfinin iddiasına görə Esagi rejimin maliyyə qoluna rəhbərlik edib və silahlı qüvvələrin, eləcə də hərbi sənaye müəssisələrinin maliyyələşdirilməsində əsas fiqurlardan biri olub. Məlumatda qeyd olunur ki, o, həmçinin İranın ballistik raket proqramında iştirak edib, eləcə də Hizbullah və Husi qüvvələrinə dəstək mexanizmlərində mühüm rol oynayıb.